Fidan xanım, Humay xanım sizi görəndə ən çox hansı sözü deyir? Ayda Fidan yadımdan çıxıb. Postlara bax. Özümə verdiyim sualı özüm cavablayım. Humay xanım mənə hər dəfə görəndə deyir ki, Nərmin, nə qədər icazə almaq olar? Necəsiniz Humay xanım? Çox sağ olun, siz necəsiniz? Yaxşıyam, yaxşı olasınız. Humay xanım sizi görəndə ən çox hansı sözü istifadə edir? Məsumə, Foxun işdə olsun. Salam Rüfət usta, xoş gördük. Hər vaxt xeyir. Humay xanım sizi görəndə ən çox hansı söz deyir? Rüfət usta, niyə fartoqsuz? Niyə fartuqsuzdur Rüfət usta hal-hazırda? Yolmadadır bin. Nə qərib bir adamsın sən. Necəsiz? Yaxşı, yaxşı olasınız. Humay xanım sizi görəndə ən çox hansı sözü deyir? Mən şokdayım. Bir dəqiqə deyəm onda, xanım. Salam Meyvaz usta. Humay xanım sizi görəndə ən çox hansı sözü deyir? Bəsdir də Eyvaz usta, bəsdir də sənlə necə... Ha, video çəkirik. Xuraman xanım, Humay xanım sizi görəndə ən çox hansı sözü deyir? Sizdən narazıyam. Hayretler içerisinde izliyorum. Yani şöyle izliyorum. Qəmər xanım, Humay xanım sizi görəndə ən çox hansı söz istifadə edir? Mən şokdayam. Allah Allah. Allah Allah.